Hər kəsə salam. Mən bugün xırçıltılı badımcan salatı hazırladım. Bunun üçün lazım olan ərzaqları isə Araz supermarketdən əldə etdim. Lazım olan ərzaqlar bunlardır: pomidor, badımcan, soğan, küncüt və qarğıdalı nişastası. Burada badımcanları doğrayıram, lakin düşünürəm ki, mən səhv doğramışam. Bunu badımcanları qızardanda başa düşdüm. Siz daha qalın və eyni forma ilə doğrasanız daha yaxşı alınacaq. Daha sonra pomidorları doğrayıram. O sırada badımcanları duzlu suya qoymuşam ki, acılığı çıxsın. Qeyd edim ki, mən bu salatı ilk dəfə idi ki edirdim. İlk dəfəyə görə düşünürəm ki, çox yaxşı alındı. Və onu da deyim ki, bu salatın özünün xüsusi sousu olur. Mən həmin sousdan istifadə etmədim, özüm hazırladım. Siz öz sousundan istifadə etsəz daha yaxşı olar. Burada mən soğanları xırda-xırda doğrayıram, üzərinə səpəcəm. Daha sonra badımcanları nişastaya batırıb qızardıram. Və burada hazırdır, artıq üzərinə küncüt səpirəm. Və budur. Hazırlayan hər kəsə nuş olsun.